Salam dəyərli izləyicilər, Azərbaycanda icra başçısının nazir postuna gətiriləcəyi ilə bağlı xəbərlər yayılıb və videonu axıra qədər izləmək üçün burada üstəgəl işarəsinə toxunun, kanalımıza abunə olun. Dəyərli izləyicilər, son vaxtlar Mədəniyyət Nazirliyi ətrafında daha bir qalmaqal baş qaldırıb və mədəniyyət xadimləri nazirliyə qarşı bir sıra sərt ittihamlar səsləndiriblər. Qeyd eləyək ki, nazirlik ittihamlara cavab vermək əvəzinə daha çox bu barədə danışanların üzərinə belə deyək getməklə məşğuldur, lakin gedişat göstərir ki, baş verənlər Mədəniyyət Naziri Adil Kərimlinin postunu bir xeyli laxladıb. Belə bir məlumatı Tribuna saytı yayıb və qeyd olunur ki, Nazir Adil Kərimlinin yaxın günlərdə vəzifəsindən azad ediləcəyi gözlənilir. Onun postuna isə icra başçılarından birini gətiriləcəyi barədə məlumatlar var. Belə ki, Adil Kərimlini Səbail rayon icra başçısı Vüqar Zeynalovun əvəzləyəcəyi bildirilir. Xatırladaq ki, Vüqar Zeynalov Mədəniyyət Nazirliyinə yad bir sima deyil. O, icra başçısı olana qədər bu nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.